Hər kəs salamlayıram. Dostlar, bu qida barəsində məlumat verəcəm. Bu şəkildə gördüyünüz şəxs təsəvvür edin ki, nəticə vermək üçün yəni öz şəxsi avtomobilini satıb. Bu bilirsiniz nə deməkdir? Yəni motivasiyasının pik nöqtəsidir. Bundan o yanası ola bilməz. İndi burada insanlar var ki, 10 metr mağaza idi gedəndə maşınla gedir. Yəni düzdür, bizim ölkəyə elə çatmayıb. Yəni amma yenə deyirəm ki, ya piyada get, ya veliklə. Başqa ölkələrdə görürsən ki, ekstremal vəziyyətdə maşını istifadə edirlər. Yəni bir daha söyləyirəm dostlar, çalışın yeməyi, yəni hər şeydən üstün tutmayın. Kiməsə nəsə deyəndə deyirlər ki, yox, yəni mənim üçün yemək üstündür. İndi bəziləri deyir, yox, mən hər şeydən üstün tuta bilmərəm, amma bir şey ki, sən sağlamlığından, yəni üstün tutursansa yeməyi, onda burada söhbət nədən gedə bilər? Keçdik səhər yeməyinə dostlar. Yuxudan oyanmısan, kəsmidir, pomidordur. Çalışın pomidoru yəni soyuq qəbul eləməyin, isti qəbul eləyin, soyuq olmasın. Bir də ki, yeməyi bitirəndən sonra yaşıl çayla, yəni xurma qəbul edə bilərsiniz, 3 ədəd. Bir daha söyləyirəm. İndi bəziləri deyir səhər tezdən, yəni pomidor və s. Xeyr, yəni bir daha söyləyirəm. Yəni bizim ölkədədir ki, biraz yəni səhər tezdən çörək, yağ, pendir yox. İndi adi yəni qardaş ölkə Türkiyədə görürsən ki, yox. Səhər tezdən çoban salatı istifadə edirlər. Bir daha söyləyirəm ki, bu gün kəsmək elədinsə, zulaldır axı. Sabah nə ilə? Yumurtanı əvəz elə. Təbii ki, sən karbohidrat olaraq yulafı da salsan, onun tərkibində misal üçün adı götürək 100 qramda indi 10 qram zulal var. Amma bu birisi yumurtadan misal üçün yəni sala bilərsən aşağı və yaxud yanında kəsmi olsa kəsmikdən də yəni sala bilərsən. Yəni dediyim kimi yulafın içində yəni zulal var axı, onu da nəzərə alın. Hər kəsə uğurlar.